Həqiqətən kafirə baş tərəfindən əzab yaxınlaşdıqda, onun qarşısını ala biləcək bir şey tapılmır. Sonra sağından əzab yaxınlaşdıqda, onun qarşısını ala biləcək bir şey tapılmır. Sonra solundan əzab yaxınlaşdıqda, onun qarşısını ala biləcək bir şey tapılmır. Sonra ayaqlarından əzab yaxınlaşdıqda, onun qarşısını ala biləcək bir şey tapılmır. Ona otur deyiləcək. O da qorxu içində oturacaq. Ona deyiləcək, sizin aranızda olan o kişi haqqında nə deyirsən? Onun barəsində nəyə şahidlik edirsən? O deyəcək, hansı kişi? Ona deyiləcək, aranızda olan kişi. O bu adı söyləməyə hidayət olunmur. Nəhayət ona deyiləcək, o Muhammeddir. O deyəcək, bilmirəm, insanların nəyisə dediyini eşitdim. Mən də insanların söylədikləri kimi söyləyirəm. Ona deyiləcək, sən bunun üzərində yaşadın, bunun üzərində öldün və inşallah bunun üzərində də diriləcəksən. Sonra onun üçün cəhənnəmli qapılarında biri açılacaq və ona deyiləcək, bu sənin cəhənnəmdəki yerin və Allahın sənin üçün orada hazırladıqlarıdır. Bu an onun həsrəti və həlaki artacaq. Sonra onun üçün cənnət qapılarının biri açılacaq və ona deyiləcək, əgər sən itaat etsəydin, bu sənin cənnətdəki yerin və Allahın sənin üçün orada hazırladıkları nemətləri olardı. Bu an onun həsrəti və həlaki artacaq. Sonra onun qəbri o qədər daralacaq ki, onun qabırğaları bir-birinə keçəcək. Bu, Allahın ayəsində buyurduğu sıxıntılı güzərandır. Kim mənim zikrimdən üz döndərərsə, onun güzəranı sıxıntılı olacaq və biz qiyamət günü onu kör kimi huzurumuza gətirəcəyik. Taha surəsi 124-cü ayə. İbn Hibban 3113-cü hədis. Şeyx Albani həsən olduğunu bildirmişdir.